hər kəsi sağlam olmağa çağırıram. Birincisi, insan sağlamlığı özünə, daha sonra da biz həkimlərə əmanətdir. Günümüzdə artıq ani ölümlərin və səbəbini daha sonradan bildiyimiz fəsadların, ölümlərin daha çox olduğu bir zamanda yaşayırıq. Dolayısıyla insan sağlamlığı insanın hər kəsin fərdi olaraq özündən asılı olan bir durumdur. İnsanlar sağlamlığı üçün hər hansı bir şikayəti və şübhəsi olduğu zamanlar dərhal həkimə getmək lazımdır və həkim məsləhəti ilə hərəkət etməlidirlər. Mən bir uroloq, androloq olaraq bunu deyə bilərəm ki, bütün kişilər və qadınlarımızın hər hansı bir uroloji durumlarında, hər hansı bir tibbi şikayətləri olduğu zamanda bir həkimə müraciət etsinlər, ən azından onların bir görüşünü alsınlar və buna uyğun da davransınlar. Hər kəsə sağlam qidalanma, sağlam maye qəbul etmə, həyatda bacardıqları qədər idmanla məşğul olmağı arzu edirəm və hər kəsə sağlamlığı arzulayıram.